Bugün hansı bir varlığın uşağı gedir Dubayda xidmət edir, Türkiyədə, Antalya'da xidmət edir. Kasıbın da uşağı xəstə ola, vərəm xəstəsi ola, gedir burada torpaqlarımızı qoruyur. Əskər 7 ildir xəstə olubdur, vərəm xəstəsi. Vərəm xəstəsi də ciyardan başlayır birinci, ağciyardan başlayır. 7 ildir bu xidmətə getməyib, bunun xəstəliyinə görə. Siz bunu aparırsınız xidmətə. Yenə də komissar buna babışqa göndərir, aparır xidmətə. Yaxşı edirsən, apar. Sənin komissiyan hardadır? Komissiyan hara baxıb? Niyə bunun xəstəliyin çağatmayıb ortaya? Komissiya niyə bunun ağciyarın problemin dərdini çağatmayıb ortaya? Niyə göndərmişsiniz xidmətə? Niyə gedib o şəxsiyyətin içinə, o boyda yüzlərlə şəxsiyyətimiz var orada, bizim əskərlərimiz var, zabitlərimiz var. Niyə bu vərəm xəstəsini aparıb soxmuşsunuz o əskərin şəxsiyyətin içinə? Komissiya nədən ötərindir? Təəssüflər olsun. Mən buradan o gözəl Nuruzlu qardaşımız Allah qəni rəhmət eləsin. Anası yəqin ki bu video anasının qarşısına çıxar. Ötürməsin. Ötürməsin, axırına qədər getsin. Getsin görüb o komissar o uşağı, xəstə uşağı niyə göndərib xidmətə?